Salamlar, sabahınız xeyir, hər vaxtınız xeyirli olsun. Neçə vaxtı günlük vloqlar, motovloqlar çəkmirdi. Bu vloqlarımız bildiyiniz kimi maarifləndirmə xarakteri daşıyır. Yəni hər gün gündəlik sürüş tərzimizi, həm də ki sürəndə qarşımıza çıxan maneələr haqqında yol analizləri eləyirik. Bu təbii ki yeni başlayanlar üçün də çox vacib mövzudur. Və bu videolarda əgər maraqlıdırsa davamının gəlməsi üçün şərh yazmalısınız. Şərh yazsaz mən də biləcəm ki siz bunun davamının gəlməsini istəyirsiniz, yoxsa elə heç nə gəlməsinmi? Yəni onu yazın. Videonu burada dayandırırsınız, girib bir dənə şərh yazırsınız. Mən də bilirəm ki şey olur. Baxıram ki mənasız videoları izləyirsiniz. Amma mənim videolarıma nəsə o deyil də, ürəyinizdə deyilmi, çəkməyimmi? Nədir problemimiz deyil, mən də bilim. Bugünkü mövzu qoymayacağım açığı. Bugün ümumi sürüş mövzusunda danışacağıq. Yəni ki, sürərkən indi mən hərəkət əsnasında diqqətli olacağım bəzi mövzular var ki, hansı ki bunlara əsasən nəzarət eləməlisiniz. Onlardan danışacağım. Dönüşlərdə insanların ən çox elədiyi səhvlərdən biri, ümumiyyətlə insanların motosiklet idarə eləyərkən, hətta velosiped idarə eləyərkən ən çox elədiyi səhv nədir? Baxışı düzgün yönəltməmək, baxışı istiqamətləndirməmək. Həmişə üfüqə, yəni ki, gedəcəyiniz çıxış nöqtəsinə baxmaq lazımdır. Düz ayağınızın altına baxmayın, yəni belə baxmayın. Uzağa baxın, bax yola, bax görürsünüz, mən başım baxın, bax düz paralel uzağa baxıram. Həmişə çıxış nöqtəsinə, yəni ay Allah, pişik ölüb can. Onu bəlkə yoldan çıxardaq, maşınlar tıplamaz. Gəlin görək. Ayda, yazıq. Can. Neynəmək olar, həyatdır da, yəqin balacadır, bura keçəndə vurublar. Heyf. Okey, kontrol elədik, çıxdıq. Hər zaman motosiklet idarə eləyənlər üçün dediyimiz bir söz var. Yolu nəzarətə saxlamaq. Çünki siz maşın deyilsiniz. Maşında necədir? Əsasən kontrol eləməli olduğunuz ötmə əməliyyatı edərkən güzgülərdən istifadə edib arxaya nəzarət yetirmək ki, arada bir kontrol üçün arxaya baxmalısınız. Əsas qarşınızdakı maneələrə nəzər yetirirsiniz. Arxanı qoy arxadan gələn düşünməlidir. Yəni məsafəni qorumalıdır və s. Amma motosikletdə elə deyil. Motosikletdə həm qarşını, həm arxanı, yəni 360 radarınız olmalıdır. Hər yeri nəzarətə saxlamalısınız ki, fikriniz yayınsa, hər hansı bir və yaxud da ki, digər bir sürücünün fikri yayınsa, onun səhvini də düzəltməyi bacarmalısınız. Yəni, motosiklet sürməyin maşın sürməkdən ən böyük fərqi odur ki, maşında başqasının səhvi uzaq baş gələcək dəmir əzəcək. Amma motosikletdə başqasının səhvi gəlib sizə əzəcək. Burada hərəkət eləyirəm məsələn, çox yavaş gedirəm. Əlim də həmişə tormuzun üzərində olur. Həm arxa tormuzun üzərindədir, basmamaq şərti ilə, həm də ön tormuzun üzərindədir. Niyə? Çünki ani həm adam çıxa bilər, həm qapı aça bilərlər. Həmişə də qapının o birləşmə nöqtəsinə baxa-baxa hərəkət eləyirəm. Yəni, biz nətərdir? Ancaq ora baxmıram, amma gözüm skayn eləyir. Sağ sol, analiz eləyə hərəkət edirəm. Adam çıxa bilərmi? Çıxa bilər. Qapı açıla bilərmi? Açıla bilər. Qapı açılmamışdan qabaq, saniyənin mində birində sizin düşünmə ehtimalınız olur. Ona görə həmişə maşına ən azından bir təkər qədər, bax, indi qarşıdan piyada keçən adam düşür, əlimlə arxaya işarə eləyirəm. Həmişə də xəttin tam ortasını tutmuram. Adam keçdi, rahat hərəkət eləyə bilərik. Sağ olsun qardaş, girdi içimizə. Qardaş girdi, amma eybi yox. Həyatdır da. Prius və BYD sürücülərinə ehtiyatlı olun. BYD ilə Prius sürücüləri fikirləşmədən sürürlər. Çünki maşınların çoxu özlərinin deyil.
hamısına aid eləmirəm, amma çoxu elədir. Yəni maşınlar özlərinin deyil, yəni arxayınçılıq var da. Öz texnikan olanda əzilməmək üçün mini hoqqadan çıxırsan. Nə bilim, Allah uzaq etsin, vurmasınlar, xəsər yetirməsinlər. Amma başqasının olanda əşdeyi şirkətdir də. Şirkət də, bəzi şirkətlər də pintişdir, maraqlanmırlar. Onlar ümumiyyətlə. Yəni sözüm oradadır ki, bu biraz hündürdə qalıb. Ümidvaram video düşüb, olmasa bundan götürürəm. Yəni ümumi sözüm ondan ibarətdir ki, motosiklet idarə eləyəndə diqqətiniz həmişə yolda olmalıdır. Və analiz etmə bacarığınız olmalıdır. Heç vaxt gəlib dediyim kimi svetoforun və yaxud da ki, svetofor deyəndə işıqforun və yaxud da ki, nə bilim, piyada keçidinin tam mərkəzində yox, sağda solda dayanın. Çünki dayana bilməyib və yaxud da fikri telefonda olub anidən başını qaldırıb gəlib sizi də götürüb apara bilərlər. Ona görə həmişə yol analiz eləyəndə özünüzə şeyi də analiz eləməz ki, düzgün bir mövqe seçin və düzgün bir istiqamətdə dayanım ki, gəlib məni xışlamasınlar. Yəni motosiklet və digər nəqliyyat vasitələri sürmək survival kimidir. Velosiped olsun, skuter olsun. Yəni həyatda sağ qalmaq üçün müəyyən çərçivələr var. Onları həmişə əməl eləməlisiniz. Bax, orada məsələn dönmək yoxdur, qardaş dönür məsələn, amma yəni belə şeylər olur. Məsələn, ona olsun ki, bax, xanıma yol vermək lazımdır, gözləyirik, arxama baxıram. Xanım olsa gedir də, mən arxaya baxıram. Güzgüdən arxaya baxıram ki, arxadan gələn məni sıxışdırırmı arxamdan mı, mən sağ-sol manevr eləməyə ehtiyacım varmı? Yəni ola bilər ki, bəlkə də arxadan gələn saxlamır. Mən biraz sağa-sola manevr eləyim ani. Yəni həmişə gözüm kontroldadır. Sağ-sol güzgülər, baş kontrolu, yəni ki, bəzi hallarda olur güzgü bu istiqamətdə, buralarda olan maşınları görə bilmirsən. Ona görə ən yaxşı halda baş kontrol edirsən. Bir dənə belə elədim, baş kontrol dediyimiz daha başı belə çevirib belə arxaya baxmaq deyil. Baş kontrolu ani olur. Yəni belə başınızı biraz belə çevirəndə göz artıq bura kimisini görə bilir. Yəni kör nöqtəni görə bilir. Ona görə həmişə 2 dəfə kontrol eləyin. Bəzi hallarda göz özü də error verir. Eyni yerə baxırsınız, heç nə yox idi, amma birdən baxırsan ki, maşın çıxdı. Bu ən çox motosiklet sürücülərində, maşın sürücülərində olur. Deyir, motosikleti görmədim. Amma ola bilir bəzən görə bilmir, çünki beyin qəbul eləmir. Beyin fikirləşir ki, yolda maşın olmalıdır, motosiklet yox. Yine bir 5 yıl sonra, 10 yıl sonra bu maşın sürənlər, motosiklet sürənləri bir 5-10 dəfə vurandan sonra artıq beyin avtomatik qorxu kimi qəbul edir ki, o motosiklet çıxa bilər, o motosiklet çıxa bilər. Yəni bu bir zamandır da, başa düşürsünüz. Yəni başqa ölkələrdə bu motosikleti 40 ildir sürürlər. Bizdə elə o qədər düzdür, bizdə 500 ildir bəlkə də motosiklet sürürlər, amma bizdə fərqindəlik, motosiklet gələr, skuter gələr, velosiped gələr məntiqi, belə qorxusu hələ təzə-təzə yaranır. Ona görə dediyim kimi 5-10 dəfə maşın sürənlər, motosiklet sürəni vurandan sonra artıq o inisiativ yaranacaq ki, o birdən maşın çıxar, birdən motosiklet çıxar, birdən skuter çıxar, birdən velosiped çıxar. Yəni bu bir zaman tələb eləyir. Ya da şuur tələb eləyir. Şuuru olan insanlar olsa bilir ki, alternativ nəqliyyat vasitəsi var bu ölkədə. Amma bilməyənlər də belə vıra-vıra öyrəşəcəklər. Bu təbii ki, yaxşı bir şey deyil. Amma yəni nə bilim, həyat belədir də. Dönəndə də, baxın indi mən buradan sağa dönəcəm də. Dönəndə də qabağı onsa görürəm. Görürsünüz, irəliyə baxıram. Qabağı gördüyümə görə bax, çiynimi boş saxlayıram, lılıq. Bax, başıma baş getdi, bax, dönürəm, yavaş-yavaş girdim kadra. Həmişə üfüq nöqtəsinə baxıram, boş nöqtəyə baxıram. Arxaya baxıram, arxada maşın var, keçmirəm, ötmə əməliyyatı eləmirəm. Yol verdim, indi yavaş-yavaş sola yandırdım, keçdim öz yoluma. Burada avtobus hərəkət eləyəcək. Avtobusun arxasında həmişə adam çıxma ehtimalı var. Qaça bilər. Piyada keçindən xanım gəlir, çox uzaqdadır. Mən indi saxlasam ayıb olacaq. Analiz eləyirəm. Bax, yolun arxaya baxıram, maşın sıxışdırır məni, yox. Maşın sıxışdırmırsa deməli rahatdır və piyada düşsə rahat yol verə biləcəm. Analiz edirəm. Sağ-sol, sağ-sol. Piyada keçidi var qabaqda. Bax, sağ-sol analiz edirəm. Güzgüdən baxdım, arxam sıxışdırır, yox. Orada avtobus saxlayıb, adam düşə bilərmi piyada keçidinə? Adam çıxa bilərmi? Ani çıxa bilər. Gözləyirəm biraz, yavaşlayıram. Demək çıxmadı, qorxusu yoxdur. Burada da piyada keçidində adam yoxdur. Hərəkətimə davam edirəm. Eyni qayda ilə sol qolum boşda qalır. Çiynimi biraz əyirəm.
Bu qardaş nə inir bilmirəm. Qollarımı əydim. Dönə bilsə qardaş inşallah. Biz də dönürük. Baxış bucağım getdi boşluğa. Yəni üfüqə və dönüşümü tamamlayıram. Eyni qayda ilə baxışım hələ də düşmür. Baxışım yoldadır və hərəkət edirik. Və gəlirik Azərbaycanın ən musiqili yolu. Bu yol Azərbaycanın musiqili yoludur. Türkiyədə zədə var deyə yolun qırağı ilə gedəndə burada da elədir. Yəni belə gedirsən buradan. Buradan gedəndə adamın ciyərində elə bir böyrəkdə daş qalmır, ciyərdə nə bilim qan qalmır, hər şey tökülürdən. Yəni böyrək daşı salmaq garantili yol. Kim istəsə bir kuruğu 5 manatdan gəlsin, burada bir kuruqladım, böyrəkdə bir dənə daş qalmayacaq. Yəni ehtiyac olanlar DM qutusuna yaza bilər ya da şərh bölməsində qeyd eləyə bilərlər. Böyrək daşı garantili, böyrək daşı salma garantili. Bax görürsünüz, mövqeyin gördün, ortanı seçdim. Böyrək daşı salma garantili yol. Orada gördünüz, piyada keçidən adam gəldi və mən iki maşının ortasında saxladım ki, arxadan gəlib saxlaya bilməyən məni vurmasın. Güzgü kontrolu nəyə görə vacibdir? Arxadakı maşınla məsafəni baxmaq lazımdır. Bəzi maşın sürücüləri ara məsafəsini düzgün saxlamır. Ona görə mütləq düzgün saxlamağı, o saxlamırsa siz ya onun arxasından çıxmalısınız, yəni başqa özünüzə bir mövqe tutmaq. Vay Allah, boğazım cırıldı. Ya özünüzə bir... Buranı bağlayıblar. Buranı niyə bağlayıblar? Nəysə. Hə, ya özünüzə bir mövqe tutmalısınız, ya da onu ümumiyyətlə çıxartmalısınız həyatınızdan, başqa bir maşının qarşısına keçməlisiniz. Bu yolları niyə bağlayırlar? Ben niye? Bak bu yol bağlıdır da. Bunu əvvəldən bir işarə qoysan ki, bax qabaqda yolda bu yol bağlıdır. Bir xalq da, cəmaət də öz işini bilər də. Gəlib çatanda bir də bilirsən ki, bu yol bağlıdır. İndi gəl alternativ yollardan istifadə edərək yol tap. Gəl indi yolu tap da nə? Hardan gedəcəyik biz? Bilirəm ki, işdənə. Du 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 du. Həmişə deyirəm, balansuzu qorumağı öyrən. Bax, ayağımı hələ də yerə qoymamışam. Tam dayanana kimi də qoymayacağım. Bax, qoydum. Çünki qabaqdakı maşın dayanır, farmazonluğun da yeri yoxdur. Əsas odur ki, balansı qorumaq üçün o da bir nətərdir. Dizünüzlə qavrayırsınız mühərriki, biraz arxaya oturursunuz. Burada bir yumurta boşluğu qoyursunuz. Yumruq boşluğu deyək də, yumurta yox. Boşluq qoydunuz, bax burada. Dizünüzlə qavrayırsınız. Sıxıb daha pırtdanağını çıxartmırsınız da dizünüzün. Rahat qoydunuz, bax belə. Oturuş pozisiyası biraz aşağıdır. Xanım bizə yol verdi, sağ olsun. Biraz bax belə qoydun. Bax qollar boşdur. Qollar bərk olanda, bax belə duranda sən həm motosikleti normal döndürə bilmirsən, həm də ki özünə əziyyət verirsən, başa düşürsüz? Yəni ki şey eləyə bilmirsən. Gəlib burada dayanaq, fərqi yoxdur. Hə, həm şey eləyə bilmirsən, yəni ki özünə əziyyət verirsən, həm də ki balansı qoruya bilməyəsən elə də. Biraz belə oturanda, ayaqlarla tutanda çəni, yanacaq çənini daha rahat mühərriki idarə eləmək olur. Belə istir eləsin də, normaldır. Motosiklet nə gündədir? 3 gündə atıb getmişəm balamı. Dəyişəcəm olsa inşallah uşaqlar. Qismət olsun. Gəzəcək new bike-a. Belə şey mi ola? Belə usta mı ola? La 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 la. Biz buradan sağa gedib, sonra sağa gedib, sonra sağa gedə bilərikmi? Getməsə sola gedib, sonra sola gedib, sonra sağa gedib, sonra sağa gedib, sonra bir dənə də sağa gedib Afrikadan çıxa bilərik. Bəli. Ara məsafəsini, tormuz məsafəsini qoruyuram və əgər tormuz məsafəsini qoruya bilmədiyim bir məqam olanda yavaş-yavaş sükanı sağ eləyirəm, boşluqdan çıxıram, buradan belə fıydıram yavaş-yavaş. Belə fıydırıq da, qardaş bilsin. Buyurun, buyurun.
Qapı açıla bilər ehtimalını nəzərə alaraq, amma mən də buradan getməliyəm çünki işə də gedişmək istəmirəm. Olsa işə gedişməyəcəm. Bir də bunu deyim ki, motosiklet əgər işə gedişirsinizsə, ümumiyyətlə gündəlik həyatınızda motosiklet alsınız, işə gedişmə ehtimalınızı sıfırlaya bilərsiniz. Ona görə bir dənə motosiklet alırsınız, işə gedişmə ehtimalı hətta 1 saat tez gedərsiniz, sizdən asılı olmadan. Yəni ən yaxşı yolu budur. Əgər buradan sağ açıqdırsa, solu niyə bağlıdır, o da maraqlıdır. Sağa yol varmı? Sağa yol açıqdır. Və onda ora, yəqin orada nəsə olub da. Daruzumeniya var o şeydən, yuxarıdan düşən yolda. Bura açıqdırsa, ora 100% onda iş gedir, nəsə olur. Ehtiyatlı olan, bax adam keçir də, yəni keçə bilməmə ehtimalı varmı? Var. Amma keçir. Məsələ odur ki, maşınların arxasında, iri nəqliyyat vasitələrinin arxasına ona görə heç vaxt hərəkət eləməyin. Həmişə özümə elə bir mövqe tuturam ki, 3 maşın qabağı görüm, başa düşürsünüz. Yəni mən də gedib başqaları kimi, xalqın uşağı kimi şeydə dura bilərəm. Düz, məsələn, yekə maşının arxasında dura bilərəm. Amma elə mövqe seçirəm ki, bura çünki şəhərdir, bura tıxacdır, ani tormuz verə bilərlər. Onu nəzərə alaraq elə yerdə durum ki, hər an tormuz vermə ehtimalım olsun. Hər an qabaqdakı maşının hərəkətlərini görün və ona görə öz hərəkətlərimi tənzimləyə bilim. Yəni 3 maşın qabağı görsəz, təhlükəni 3 dəfə azaltmış olursunuz. Belə fikirləşin. Bir maşın görsə, bir dəfə azaltmış olursunuz. Həmin maşının dalınca böyük maşınsa, onun dalıca gelirsə, ona bir şey olan kimi siz də əncir olursunuz. Gəlib fırç elib yapışırsınız dalına. Ona görə ən yaxşı halda 2-3 maşın görmək ən tövsiyə olunan metoddur. Metod da deməyək, yəni ki, görüm şəkildə, yəni bir sözlə. Bax, indi dönə bilsəm, əgər baxış göstərəcəmsə, prosto maşınlar çoxdur. Boş olsa, tam baxışı, tam bilməm, yine buradan görünür yoxsa yox, məncə görünər. Qolum boşda, qollar belə yerə paralel olur. 4 barmaq burada, 2 barmaq saxlayıram mən burada əslində, amma istəsəz 4 barmaq da ola bilər. Yəni bu muftan həssasiyyətindən asılıdır, amma mən 4 barmaq idarə edirəm. Qardaş, kim nə tər istəyir elə də eləsin. Mən bilmirəm. Beynəlxalq səviyyədə odur ki, 2 barmaq burada olanda, motosiklet biraz belə əyiləndə barmağınızı sıxa bilər muftan basanda. Ona görə onu da tövsiyə eləmirəm çox da. Burada indi əslində bizə yol verilməlidir. Baxıram, baxışıma baxın. Bax, keçirdim. Hətta gedə görürsünüz, döngədə belə sürətlər qutusunu dəyişə bildim. Əgər düzgün sürəti qoruya bilirsinizsə, düzgün motosikleti idarə eləyə bilirsinizsə, öz əyləc sisteminizi tanıyırsınızsa, yəni döngədə belə əyləcdən, qabaq əyləcdən düzgün şəkildə, yəni kilitləmədən istifadə eləmək olar. Əgər yox, mühərriki tanımırsınızsa, sürətlər qutusunu tam tanımırsınızsa, əyləc sisteminizi tam tanımırsınızsa və əyləc belə eləyirsinizsə, ABS işə düşürsə, deməli onda heç mən dediyimin heç bir əhəmiyyəti yoxdur, eləməyin. Yəni ümumiyyətlə yeni başlayırsınızsa qabaq əyləcdən döngədə falan istifadə eləməyin. Sadəcə düz, əgər sükan tam düzdürsə istifadə eləyin. Artıq təcrübəm var deyib də hıbıt eləməyin, amma yəni özünüzə arxayınsınızsa, çünki özünüzə arxayınlıq da bir şey deyil. Amma yəni eləyə bilirsinizsə eləyin də, amma eləyə bilmirsə eləməyin. Tövsiyə eləmirəm, yəni döngədə falan qabaq əyləci ilk olaraq istifadə eləmək. Gördünüz, qabaq işığı tormuzu birdən-birə basır. Qabağı da bomboşdur. Belə. Yəni ki, əsas mövzulardan biri də odur. Baxış bucağı əsas ən çox yeni başlayanların elədiyi səhvlərdən biri. İstəyir rolik sürün, istəyir motosiklet sürün, istəyir velosiped sürün. Həmişə ayağın altına baxanda sürə bilməyəsiniz. Tam üfüqə, boşluğa baxın. Və həmişə gözləntidə olun. Adam çıxa bilərmi? Çıxa bilər. Adam uça bilərmi? Uça bilər. Eşşək çıxa bilərmi? Çıxa bilər. Hər şey ola bilər. Durub şəhərin mərkəzində ən vacib yolların birində qapı açılarmı? Qapı açılar. Yəni bunları həmişə deyin ki, yəni olmaz deyə bir şey yoxdur da. Hər şey bu həyatda olur. Çünki başqası səhv eləyə bilər də insandır. Yəni bu robot deyil ki, A-nın üstünə A gələndə B eləsin, tutaq ki, bunu bilsin. İnsan A-nın üstünə A gəlib C də çıxarda bilər. Ona görə həmişə fikirləşin ki, bu insan fikirlidir bəlkə də. Nə bilim, evdə dalaşıb çıxıb, əsəbidir. Heç yolda fikri yoxdur, amma səhv eləyir. Amma onun səhvi sizin həyatınızı ala bilərmi? Ala bilər. Ona görə mütləq dərəcədə
Yəni səhv eləyən insanın səhvini analiz eləməyi bacarmaz. Ona görə motosiklet sürənlər həyatda analiz etmə bacarığı daha yüksəkdir. Ən azından həyatda qalanlardan gedir söhbət. Yəni mütləq analiz eləyirsiniz. Buradan keçə bilərəmmi? Sürətim kifayət eləyə bilərmi? Keçə bilərsən. Amma bəs qarşı tərəfin riski, qarşı tərəf birdən sağ eləsə, sol eləsə, ya qabaqda bir maneə olsa, sağa sola getsə, onu düşünmüsənmi? Bax, onu da fikirləşmək lazımdır. Çox adam qəzanı ona görə eləyir. Fikirləşir ki, bu aradan kəsim, sürətlə keçim. Sürətlə keçəndə qarşıdakı da manevr eləyir. Ya qabağına nəsə çıxır, ya təkəri partlayır. Ola bilər də, ehtimal nəzəriyyələri yüksəkdir. Onun artıq təhlükəsini sən hesablamısanmı? Məsələn, mən maşınların arasından keçəndə qapının açılma məsafəsini hesablayıram. Ona görə hərəkət edirəm. Çünki risk yerini azaldıram. Ən azından qaçış üçün özümə mövqe qoyuram. Bax, onu bilmək lazımdır. Onu bilsək, biz motosikleti idarə eləyir, hətta peşəkar şəkildə idarə eləyə bilərik. Yəni, həmişə o risk nöqtəsini özünüzdə birləşdirin. Riskləri azaltmaq üçün özünüzdə həmişə bir boşluq qoyun ki, mən bu üçün nə etməliyəm sizcə? Necə bir boşluq qoymalıyam? Bir də bax, əgər suluyursa kimsə, görsən dayı suluyur, 100% o otluğa gəl. Bax, indi buradan keçəcəm, bax. Sürətə qutusunu saldım, bax. Baxışıma baxın. Baxış getdi, bax. Baş da getdi. Yəni, baxışım istiqamətlənir. Ondan sonra isə başım da baxışımla bir yerdə hərəkət eləyir. Çiyin, bədən pozisiyası. Yəni ki, burada prosto göstərmirəm, sonra deyəcəklər ki, avtoxuliqanlıq edir. Özdə motosiklet bir nəfəs almamış deyirlər avtoxuliqanlıq edir. Avtoxuliqanlığın mənasını da bilmirlər. O dəqiqə videosunu çəkib paylaşırlar, nə bilim, cic yerlərdə. Şükür Allah, bizim hələ videomuzu özümüzdən başqa çəkən olmayıb. Heç çəkən olmasın da. Yəni, yaxşı mənəndə çəksin, amma pis mənəndə çəkən olmasın da, yəni. Bu nə də, belə ustam olar, zat kimi paylaşmasınlar. Saat neçədir? 8:26. Benzini axşam çıxanda vuraram. Benzini axşam çıxanda vura bilirəmmi? Əslində indi vura bilərəm. Saat neçədir? Saat 8:26. Benzin vuraq gedək. Nəysə, belə əziz dostlar, bugün bu dönüşü də göstərim. Sonra rahat şəkildə, baxın, indi sizə tam şəkildə dönüş nətər olmalıdır. Baxın. Baxışım baxır yolun çıxışına. Motosikleti biraz yatırdım. Və çıxdım. Yox, hələ də yolun baxışına bax. Hələ də şeyə baxıram. Bax, qabaqdakı boşluğa. 2-3 motosiklet gedəndə isə motosikleti qarşınızdakı motosikletə baxmalı deyilsiniz. Bunu da unutmayın. Ən çox qəzaların səbəblərindən biri də qarşıdakı motosiklet nə edir, onu eləyirsiniz. Çünki o motosiklet sizdən 2 saniyə, 3 saniyə qabaq elədiyi hərəkəti siz eləyirsiniz. Yəni, siz yerib döngəyə zada normal girə bilmirsiniz. Onun ən yaxşı halda variantı onun elədikdən sonra hərəkət eləməkdir. Yəni, belə. Nəysə, yanacaq şeyə gəldi, yanacaq doldurma məntəqəsinə. Növbəti videonun gəlməsi üçün videonu bəyənib paylaşmağı, şərh yazmağı unutmayın. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.